Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 83.000 manata bu 3 otaqlı ev satışa çıxarıldı. Paket kupçalı evdir. Qazı, suyu, işığı, bütün sayğacları var. Kanalizasiyası mərkəzidir. Yerləşdiyi ərazidə Saray qəsəbəsinin ən hündür yeridir. Bilirsiniz hardadır? Yetər Şaldıq sarayından Araz marketinin ortasından yuxarı yol qalxır. Qalxırsınız hardasa bir 650-700 metr məsafədə bax bu evdir. Çox gözəl, yüksək keyfiyyətlə tikilmiş evdir. Sağında da, solunda da ara məsafəsi var. Bu da evimizin bax darvazasıdır. Bir dənə zəhmət olmasa buranı götürün. Giriş darvazasıdır. Mərkəz kanalizasiyanın trapıdır. Sonra məsafələri dedim sizə, ara məsafələri var. Evimizin hasarları, evin üstü tarsovka emisyadır. Bir də belə şəbəkə pəncərələrdir. Burada da padval var. Bir dənə elə quruluğuna, nəmliyinə baxmaq üçün bunu göstərək. Bax bunun padvalına baxın. Qupquru ərazidir. Bax işığı nə qədər quraşdırılıb hazırdır. İndi nəsə artıq evdə əşyalar olanda bura yığa bilərsiniz. Həqiqətən çox yüksək keyfiyyətlə tikilmiş evdir. Burada kombinin yeridir. Qaz xəttinə qədər çəkilib burada hazırdır. İndi buradan yavaş-yavaş yaxınlaşırıq evimizin içərisinə. Burada da evin krişasına, damına çıxmaq üçün yeri var. İstəsiniz krişanı yoxlamağa pilləkən qoyacaq, oradan çıxıb yoxlayıb baxa bilərsiniz. Buradan giririk evin içərisinə. Böyük kvadratlı evdir. Bax, məsələn, giriş koridoruna baxın. Gör nə qəşəng evdir. Səliqəli təmir olunub, çox yüksək zövqlə təmir olunmuş evdir. Koridor, hamam, tualet, mətbəx, yeri keramika, istipoldur. Otaqlarda ancaq radiator var. Girəcəkdə bax belə bir güzgülü, işıqlı bir yer quraşdırıblar. Sonra zəhmət olmasa yaxınlaşa qədər birbaşa qonaq otağını sizə göstərim. Bütün otaqlar böyüdür. Koridoru da böyüdür. Qonaq otağı da, yataq otaqları hamısı böyüdür. Bax, bu bunun zalıdır. TV-stentin yeri burada quraşdırıblar. Sonra pəncərələrinə bir dənə buradan görürsünüz. İki pəncərədir. Bax, belə ikisi də öz həyətinə açılır. Qəşəng hava oynanır. Hündür ərazidir. Çox elə bax, pəncərəni açan kimi hava yaxşı gəlir buradan. Özdə kollektiv pəncərələrdir. Buralar radiatordur. Qonaq otaqları, yataq otaqları radiatordur. Amma koridor, hamam, tualet, mətbəx keramikadır. Məsələn, buradan mətbəxinə baxaq. Bax, kifayət qədər geniş mətbəxi var. Mebel arası keramikanı vurub, qaz xətti çəkilib, aspiratorun yeri. Yenə də bax, böyle iri pəncərədir. Yenə də açırıq. Öz həyətinə baxır. Ən hündür yeridir sarayın. Gələndə bunu inşallah özünüz görəcəksiniz. Bu bir yataq otağıdır. Görürsünüz, yataq otaqları, qonaq otağı radiatordur, bax. Görürsünüz, bu bir yataq otağıdır. Bu bir yataq otağıdır. Görürsünüz, bu bir yataq otağıdır. Bu da hamam tualetidir. Bir də izah edirəm, hamam, tualet, koridor, keramika, istipoldur. Otaqlar ancaq radiatordur. Zəhmət olmasa yaxınlaşın. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Yetər Şaldıq sarayından Araz market, əvvəl Əslan bilin, indi olub Araz. İkisinin ortasından yol düz 700 metrdən sonra gəlib çıxır bu həyətə. Sarayın ən hündür yerindədir, 3 otaqlı evdir, amma geniş evdir. Bax, koridoruna görürsünüz, əlimi açıram, böyüdür koridoru. 83.000 manatadır. Qiymətindən narahat olmayın, yenə deyirəm. Mütləq gəlin bu evi yəsi ilə danışın, bunu götürün. Çox yüksək keyfiyyətli, həm də zövqlə təmir olunmuş bir evdir. Kupçalı evdir özdə. İnşallah gəlib bu evə mütləq baxın. Sağ olun.